Kərbəlada olsaydım, mənə çıxış imkanı versəydilər, kilometrlə yol gələn adamlara deyərdim ki, çox da qürurlanmayın ki, Hüseyn yolunda addım atmışsınız. Bəli, Allah razı olsun ki, İmam Hüseynin ziyarətinə gəlmişsiniz. Amma siz az olanda heç acımamış sizi çağırırdılar xeymələrə, sizə yemək verirdilər. Sizin ayaqlarınız yorulurdu, sizin ayaqlarınızı oxalayırdılar, yuyurdular, ayaqqabınızı təmizləyirdilər. Amma mən bir karvan tanıyıram ki, o karvan da həmin yollarla hərəkət edirdi. Amma uşaqlar acından ölürdü, ləzzətli yemək pişirirdilər, özləri yiyirdilər, uşaqlara vermirdilər. Xanım Zeynəb ağlaya-ağlaya baxırdı az uşaqlara, susuz uşaqlara. Mən bir karvan tanıyıram ki, orada yorulanları hörmətlə qarşılamırdılar. Ayaqları yorulub yıxılanda qamçı ilə duruzurdular uşaqları.